Herkese salam. Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəlmisiniz. Bugün sizlərə milli mətbəximizdən olan yarpaq dolmasının hazırlanma qaydasını göstərirəm. Yarpaq dolmasına hansı ərzaqlar lazımdır? 800 qram yağlı mal əti, 2 baş soğan, yarım stəkan yuyulmuş düyü, göyərtilərdən keşniş, şüyüd, nanə, 50-100 qram kərə yağı, duz, istiot, sarkök zövqə görə. 2 baş soğanı rondodan keçirərək ətə əlavə edib, əlimizlə yaxşı-yaxşı qarışdırdıqdan sonra yarım stəkan ilıq suyu əlavə edib, bir daha yaxşı-yaxşı qarışdırırıq. Məndə təzə nanə olmadığı üçün quru nanə əlavə edirəm. Dolmanın ətinə yarım stəkan ilıq su tökürəm, onda dolmanın əti çox gözəl yumuşaq alınır. Dolmaları bişirdiyimiz qazanın alt hissəsinə yarpaqları düzürük ki, dolmalar yapışmasın. Dolmanı hər kəs öz istədiyi formada bükə bilər. Yumru, uzun sov, 4 künc. Dolmanı bükdükdə yarpağın damarlı hissəsi içəridə qalmalıdır. Bir limonun suyunu yaxşı-yaxşı sıxıb dolmanın üzərinə tökdükdə çox ləzzətli, tum-turş, təzə yarpağın dadında alınır. Bir stəkan suyu əlavə edib ocağın üzərinə yerləşdiririk. Zəif odda 50 dəqiqə, 1 saat bişiririk.